Bəs yaxşı, bax necə təsir götürür? Tutalım ki, götürək birinci çakrada. Birinci çakranı götürək. Məsələn, kök çakra. Birinci çakraya o necə təsir edə bilər? Bu Məsələn, nəfəs yəni kifayət qədər uzun məsafə gedir, yoxsa bu necə işləyir bu? Məsələn, birinci çakra üçün mən bir dənə sadə bir nəfəs çalışması deyim. Birinci çakra məlum məsələdir ki, onurğa sütunun alt hissəsində büzdümün yaxınlığında yerləşir. Düzdür? Rəngi qırmızıdır. Aha. Çox sadə bir nəfəs çalışması. 4, 7, 8. 4, 7, 8. 4 aldım, 7 tutdum, 8 verdim. Nəfəsi çıxartdım. 4 dəfə alırıq. 4 saniyə. İndi mən sizə onu başa salım. Nəfəsi 4 saniyə nəfəsi aldım. Aha. Oksigeni bədənimə daxil elədim. 7 saniyə nəfəsimi saxladım. Saxladıq. Zehnimə təsir göstərdim. 8 saniyə nəfəsi üfürərək və yaxud da burundan nəfəsi verdim. Mən burada hormonların səviyyəsini bədəndə aşağı saldım. Bu texnikanı yerinə yetirdikdə qırmızı rəngi gözümüzün önünə gətiririk. Aha. Başa düşdünüz? Onda yəni burada lazım, mütləq şəkildə ümumiyyətlə nəfəs çalışmaları həmişə yerinə yetiririk gözü yumulu şəkildə. Aha. Amma ki, bunları yerinə yetirməzdən öncə oturuşumuza mütləq şəkildə fikir verməliyik. Ya stulda onurğa düz şəkildə, ya da yerdə onurğa düz şəkildə. Uzanaraq da yerdə, ya uzanaraq. Bunları oturaq şəkildə eləyirik. Çakralara şəkildə. uyğun olan nəfəsləri ümumiyyətlə oturaq şəkildə eləyirik. Amma o biri nəfəsləri məsələn uzanıqlı şəkildə yerinə yetirə bilərik. Yəni Diafraqmanı. Lotusda oturaraq da deyək. Lotusda oturaraq çakralar işləyirik. Çakra nəfəsləri hamısı lotus pozasında. Yəni bu nəfəsi yerinə yetirdikdə gözümüzün önünə gətiririk onurğa sütunun həmin quyruq hissəsini, büzdüm hissəni və həmin hissədə qırmızı rəngi vizualizasiya eləyirik. Təsəvvür eləyirik ki, qırmızı rəng həmin nöqtədədir və biz həmin nöqtəni gözümüzün önünə gətirərək 4 saniyə nəfəs alıb, 7 saniyə nəfəsi tutub, 8 saniyə nəfəsi veririk. Biz burada bu nəfəsi işləyə-işləyə sinir sistemimizi sakitləşdiririk. Çox rahat işləməliyik. Bu nəfəsi biz deməli 5-10 dəqiqə ərzində yerinə yetirə bilərik. 5-10 dəqiqə eyni rahat oturmuş ardıcıl şəkildə 4 saniyə nəfəsi aldınız. Bir var ki, nəfəsi etap almaq. Yox, burada nəfəsi 4 saniyə aldım, qarnımı şişirtdim önə, nəfəsi 7 saniyə tutdum. Və nəfəsi 8 saniyə verərək qarnımı tam yapışdırdım onurğa sütunuma. 5 dəqiqədən 10 dəqiqəyə qədər bunu eləyə bilərsiniz.